dekorları var. Hələ burada musiqi səsləri də gəlir. Ne güzel yerdi bura. Burada da resim çekmiyorlar. Burada ne olur? Ben bura robot yığmağa gelmişim. Yoksa tesadüfen Eurovision'a düşmüşüm. Ali, ben resim derneğine gelmiştim. Ama ben birden dediler ki, Zafer tarihlə bağlı resim çek. Dedim tarihi, o da resme karşı. Ay Allah, tarihinde portreyle danışıyor. Birden dediler aktörlük de olacak. Ben dedim yaxşı. Robotlar danışacaksa aktör de olaram. Edebiyat, musiki, teknoloji, mimarlık. Sanki her şeyi bir kazana atıp karıştırırlar. Deməli benim robotum aktör ola bilər. Ne? Onda benim robotum da aktör olar. Hələ mənimki də ola bilər. Deməli mən resimle tarih danışa bilərəm. Sağ ol uşaqlar. Aa, siz də gəlmisiniz. Xoş gəlmisiniz. Hoş geldin. Hayda, ben idman dersine gelmiştim. Ama burada Beethoven çalır ve bu kız da lampanın resimle ifade eder. Burada haradır böyle? Çok qəribədir. Mən də boşuyum. Mən də ip atlamağa gəlmişdim. Amma belədirsə, onda bir olaq. Göz birlikdədir. Hamınızı Harmoniya TV-nin xəbərlər proqramından salamlayıram. Mən xəbərlər proqramının aparıcısı Selcan Əsədli. Deyilənə görə bu dərnəkdə uşaqlarda həm təxəyyül, həm bilik, həm də yumor inkişaf edir. Qorxmalıyıq. Xeyr. Bugün məktəbdə qəribə bir hadisə baş verir. Elm və incəsənət eyni otaqda görüntülənib. Yəni, eyni otaqda görüntülənib. Hadisə yerində müxbirimiz Zəhra var. Buyur Zəhra. Bəli, təşəkkür edirəm. Mən elə bir yerin qarşısındayım ki, burada bir şagird həm şeirdir, həm də robot yığır. Rəssamlar isə musiqi fonunda memarlıq dizayn edirlər. Buyur Əli, səni də rəportajına alaq. Biz burada olmaktan memnunum. Elədir. Elədir uşaqlar. Bəli. Bu da Dərnək TV-dən son xəbəridir. Sabah yerinə görüşərik. Kamerasını verir, xəbər.